Neçə gündür elə deyirdim bir xəbər tapım, aparıcı Mətanət xanımla bağlı, Əli Verdiyevla bağlı, hansı ki Xəzər axşam verilişinin aparıcısı deyərdim xanımdır, xanım Mətanət xanım. Tamaşalarda da iştirak edir, anadır, vurur, yıxır, dağıdır, qızların saçından tutur, kürəkəninə göstəriş verir. Bu maraqlı xanımdır. Təbii ki, demokrat.az istinad edirəm. Xalq artisti Mələk xanım Eyübovanın gözəlliyinə, göz rənginə vurğun olduğu üçün linza taxdığını bildirib. Yəni o qədər Mələk xanıma vurğundur ki, deyir Mələk xanıma oxşasın mənim gözlərimin rənginə. Təbii ki, ona görə də linza geyinir. Sizə bir sir açım. Mən Mələk xanım Eyübovanın vurğunuyam. Səsini, istedadını qoyaraq kənara onun gözəlliyinin gözlərini vurğunuyam. İnanın o vaxt həmişə linza taxırdım ki, Mələk xanımın gözləri kimi olsun. Amma sonra dedilər ki, əməliyyat var. Dedim ki, onu bu qədər sevirəmsə gözümün rəngini də dəyişim. Amma nə qədər dəyişiklik etsə də Mələk xanıma bənzəyə bilmədim. Mətanət xanım, qoy sizə bir sir açım. Bilirəm, bilirsiniz. Sabiq baş nazir Novruz Məmmədovun həyat yoldaşı var. Hamımız ona Gülya deyirik öz aramızda. Əslində adı Gülnarə, soyadı təbii ki Məmmədovadır. Deyir ki, Azərbaycanda böyük bir telemekanımız var da. Deyir ki, Gülya xanım, Gülnarə Məmmədova, mən cəmi 2 veriliş izləyirəm. Onlardan da birisi də Mətanət xanımın apardığı, idarə etdiyi verilişdir. Deyir, elə bir növdə hazırlaşıram, nə mənada, çayım hazır, saçım səliqədə, telefonlarımı kənara qoyuram. Veriliş neçə saat gedəcəksə, bütövlükdə köklənirəm verilişə. 2 verilişə baxır bizim Gülya xanım. Bir Mətanət Əlverdiyeva'nın verilişinə, bir də digər. Sonra heç bir verilişlərə baxmır. Təbii ki, Rusiya kanallarına baxır. Mən bilirəm orada o ən çox onları izləyir. Amma bizdə, ay Mətanət xanım, Mələk xanımı siz izləyirsiniz, Mələk xanıma vurğunsuz. Gülya xanım da bizim sabiq baş nazirimiz Novruz Məmmədovun arvadı Gülya xanım, Gülnarə Məmmədova da sizi izləyir, sizin verilişinizə baxır. Belə hallar da var. Mən deyərdim ki, yeganə Azərbaycanda belə deyərdim sizi izləyən, bəlkə də ki, sizin izləyiciniz yoxdur. Arada bərədə olur. Amma Gülya xanım həmişə köklənir sizin verilişə baxmağa. Bundan böyük xoşbəxtlik var. Qadına, qadın dəstəyi budur. Yəni Gülya xanım daima sizin verilişinizi izləyir. Siz də çalışın ki, veriliş keyfiyyətli olsun. Çünki onun özü də dəyər verməyi bacarır. Həm aparıcıya, həm verilişə, həm verilişin daxilində, içərisində nələr baş verirsə, o xanım reaksiyasız qalmır. Bu qədər.